zamanlar Bakıda millət müharibəsi gedirdi. Məhz Şaumyan bu torpağın sahibi olan türklərə qənim kəsilmiş ulu babası olan məliklərin, daha sonra Şahnazaryan, Madatyan xəttinin imperiyadan Sovetlərə keçən maraqlarını məharətlə özündə birləşdirə bilmişdi. İmperiyaya da, Sovetlərə də Bakı onun sərvəti lazım idi. İlbəil artıb çoxalaraq bütün Azərbaycanı bürüyən ermənilərə isə bütövlükdə Azərbaycan gərək idi. Rus bolşevikləri imperiyanın zaman-zaman apardığı işğal siyasətinə başqa don geydirərək şərqə azadlıq gətirmək üçün sovetləşmək ideyası ilə Azərbaycana gəldi. Sadəlöv və savadsız Azəri inqilabçıları da Ruslara, illah da ermənilərə qoşularaq çiyin-çiyinə, məmləkətdə qardaş qanı tökərək proletariata azadlıq gətirməyə başladılar. Rusiya dövlətinin başçısı, sələflərinə sadiq qalan, nə qədər təəccüblü olsa da bolşevizmin babası sayılan Lenin ancaq onun özünə bəlli olan məqsədlə Stepan Şaumyanı Bakıya xüsusi tapşırıqla göndərərək ona həddindən çox səlahiyyət verdi. Qafqazın fövqəladə komissarı vəzifəsi o zaman onun erməni millətçi təşkilatları ilə bağlı olması əsaslı rol oynadı. O təşkilatlar ki, Türkiyə ərazisində erməni dövləti qurmaq üçün mübarizə aparırdılar. Təbii ki, bu ermənilər Rusiya tərəfində vuruşurdular. Ruslar müharibədə onlara can başla qulluq göstərən ermənilərə, onların hesabına tutduqları ərazilərdən Türkiyənin Qars, Ərzurum, Ərdahan torpaqlarında ermənilərə muxtariyyət vermək fikrində idi. Bəlli tarixdən aydındır ki, 17-ci ilin sonu, 18-ci ilin əvvəli Türkiyə qoşunlarının qələbə çalması, erməni və rus qoşunlarının məmləkətdən çıxarılması ilə nəticələndi. Üstəlik, 1-ci Dünya müharibəsi dövründə hər bir erməni yaraqlısı Böyük Ermənistan naminə məhz Rusiya üçün əlindən gələni əsirgəmədiyi bir halda Rusiya verdiyi vədə xilaf çıxmaq kimi qiymətləndirilən addımlar da atdı. Bu, Türkiyənin artıq zəbt edilmiş ərazilərində ermənilərin deyil, Don, Kuban, Sibir kazaklarının yerləşdirilməsi cəhdi idi. Başqa sözlə bu rusların ermənilərdən öz məqsədi naminə istifadəsi kimi qəbul olundu. Kazaçuninin sözləri ilə desək, Knyaz Labanov Rostovskinin məşhur Ermənisiz Ermənistan layihəsi həyata keçirilirdi. Ermənilər gözlərində qalan arzularını, erməni millətinin planını hələ ki Qafqaz ərazisində, təbii ki Azərbaycanda həyata keçirməyə başladılar. O cümlədən Andranik öz milli siyasətini həyata keçirmək üçün yollar axtarmağa başladı və Qafqaz ərazisində yaşayan türklərə qarşı soyqırım etməklə torpaqların təmizlənməsi ideyası ilə Ermənistana gəldi. Lakin Ermənistanda yaranmış Daşnak hökuməti ilə dil tapa bilmədiyindən, kəskin ziddiyyətlərin yarandığını gördüyündən Andranik həm Daşnak hökumətindən, həm də Ermənistandan uzaqlaşdı. Bəlli səbəblərdən çox da uzağa gedə bilmədiyindən o Naxçıvana qayıdaraq qüvvələrini möhkəmləndirmək, Qarabağdan keçərək Bakıya Şaumyanla birləşmək planını qurdu. Artıq onun 8000 əskəri, 4 topu, 6 pulemyotu və xeyli hərbi sursatı vardı. Andranik Naxçıvanda nəzərdə tutduğu planı yerinə yetirməyə başladı. Naxçıvanın Culfa kimi böyük strateji yaşayış bölgəsini ələ keçirtdi. Andranikin bu ərazidə törətdiyi talan və qırğınlar əslində sonradan Bakıda həyata keçiriləcək soyqırımın baş məşqləri idi. Andranik Şaumyanı yazırdı. Culfa mənim əlimdədir, istədiyiniz vaxt onu sizə verə bilərəm. Belə bir vaxtda Şaumyan erməni siyasətinin ikinci mərhələsinə başlamağa qərar verdi. O, Andranikin fəaliyyətinə telegramla Culfa, xalq qəhrəmanı Andranikə, sizin telegramınızı aldım, telegramın tam mətnini Moskvaya, mərkəzi hökumətə çatdırdım. Sizin simanızda öz tərəfimizdən əsl xalq qəhrəmanını salamlayıram deyə sevincini ona bildirdi. Şaumyan Bakıdakı ictimai-siyasi vəziyyəti öyrənəndən, ona tam bəlli olan həqiqətlərdən sonra düşündüyü planın həyata keçirilməsini hələ ki mümkünsüz saydı. Bu, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar içində tərəqqipərvər ziyalıların toplandığı böyük nüfuz sahibi olduğu zaman idi. Azərbaycanın müstəqilliyi onun üçün yol verilməsi mümkün olmayan iş idi. Şaumyan nəzəri, səssiz müharibənin kifayət olmadığını görüb, nifrətindən bütün Azəri türklərini qırğına vermək üçün hazırlıqlar aparmağa başladı. Ermənilər gizlincə silahlanır, öz aralarında təbliğat aparır, böyük Ermənistan yaratmaq üçün növbəti pilləkənlər qoymağa başladılar. Rusiyadan gəlmiş erməni silahlı qüvvələri müxtəlif bəhanələrlə Bakıda saxlanıldı. Bakıdakı Şura hökumətinin adına gələn bütün hərbi sursat ermənilərə paylandı. Əsas baza kimi isə silahlar erməni sahibkarların zavodlarında saxlanılırdı. Mətbuatda isə qəsdən Azərbaycan adlı ərazinin adına şübhə ilə yanaşırdılar. Onun milli heysiyyətinə toxunurdular. Onu məsxərəyə qoyub gülürdülər və bundan çəkinmirdilər. Bütün bunlar müəyyən mənada kəşfiyyat proqramı idi. Bizim, yəni Azərilərin susub reaksiya vermədiyimiz bir halda onlar
hədlərini daha da aşdılar. Hətta mart qırğınları ərəfəsində Lenin Şaumyanı tənqid edərək yazırdı. Rusiya marksistinə erməni toyuq hinninə xidmət göstərən bir şəxs kimi fikir yürütmək sizə eyib deyilmi? Siz erməni korluğunun sayəsində Pruşkeviçlərin və onların əl altısına çevrilmisiniz deməsi də heç nə dəyişmədi. Ruslara Bakı nefti lazım idi. Ermənilərə isə Azərbaycan ərazisindən türkləri təmizləyərək böyük Ermənistan yaratmaq. Şaumyan hamıdan tez başa düşdü ki, o çox gizli və müstəqil fəaliyyətə başlamalıdır. Amma o bilirdi ki, müsəlman diviziyasını tərk silah etmədən bu addımı atmaq olmaz. Baxmayaraq ki, Bakı kommunasının 70% ermənilərdən ibarət idi. 18 minlik ordu, əsas ermənilərdən ibarət olan ordu da Şaumyanın əmrini gözləyirdi və Şaumyanın gözlədiyi fürsət zaman da artıq yetişmişdi. Paralel 3 xətlə siyasət, müharibə və Qafqaz qardaşı rolunun öhdəsindən məharətlə gəldi Şaumyan. Hələ bu qırğınlara başlamamışdan əvvəl 15 martda o açıq-açığına demişdi. Bakı Soveti vətəndaş müharibəsinin Zaqafqaziyada başlıca dayağı və mərkəzi olmalıdır. Sonralarsa Şaumyan yazacaqdı. Biz əslində bunu dəf etməli idik. Biz isə düşmən tərəfindən ilk silahlı basqın cəhdindən istifadə edərək bütün cəbhə boyunca hücuma başladıq. Daşnak sütunun milli hissələri bizim ixtiyarımızda idi. Milli hissələrin iştirakı bu vətəndaş müharibəsində milli qırğına çevrilsə də buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verdik. Aydındır ki, vətəndaş müharibəsində Azərbaycanlıların kütləvi şəkildə məhvi onun planındaydı. Şaumyanın rəhbərliyi altında Bakı Soveti müsəlman silahlı dəstələrini tərk silah edərək şəhərdən çıxarılması məsələsini həll elədi. Ermənilər Bakı şəhərində ağla gəlməz vəhşiliklər törədəndə müsəlman hərbi hissələri şəhəri tərk edərək gedirdilər. Şaumyanın soyqırım planı həyata keçirməsi üçün artıq hər şey hazır idi və başlandı. 1918-ci ilin 31 martında Azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirildi. Erməni, Rus və könüllü dəstələri Şamaxı, Salyan, Kürdəmir, Quba, Lənkərana da hücum edərək Bakıdakı kimi qırğınlar törətdilər. Tarixdə görünməyən cinayətlər törətdilər. Ümumiyyətlə, Bakıda törədilən qətillər və qırğınlar Azərbaycanın müxtəlif regionlarında paralel olaraq aparılması mərkəzdən idarə olunma mütləqliyini təsdiq edir. Bizə bəllidir ki, məhz Şaumyanın göstərişi ilə Gəncədə ermənilərin özlərini belə dəhşətə salan qırğınlar törətmişdilər. Şaumyan xüsusi olaraq daşnaq köməkçilərinə belə tapşırıq vermişdi. Azərbaycanlıları kütləvi şəkildə məhv eləyin. Gəncədəki hərbi alayların ixtiyarında olan silahlar ermənilərin ixtiyarına verilmişdi. Gəncədə verilən tapşırıq Şaumyana layiq yerinə getirildi. Şaumyanın Amazapsdan sonra daha layiqli davamçısı Stepan Lalayan oldu. Şamaxıda müsəlmanların, daha doğrusu türk qırğınlarının vüsəti digər vəhşiliklərlə müqayisə edilməz idi. Məscidlərdə yığılmış qocaları, uşaqları, qadınları diri-diri yandırmış, məsum körpələr isə türkə nifrətin ifadəsi obyekti olmuşdu. Dindar türkləri isə daha dəhşətli aqibət gözləyirdi. Elə bir misal, Axund Molla Cəfərqulu məsciddə öldürüldü. Ermənilər əvvəlcə onun gözünü çıxardılar, sonra qulağını, burnunu və dilini kəsdilər. Sifətinin və başının dərisini soydular, sonra güllələdilər. Ermənilər nəinki türk qənimi kimi onları cismən məhv edirdi. Bundan əvvəl türkləri mənən məhv eləmək üçün daha çox çalışırdılar. Lalayev və Əmirov adlanan Lalayanın və Əmiryanın Şamaxıda triumf tamaşasından sonra Qubada Amazaps xüsusi cəza dəstəsi ilə 2000 nəfərlə ərazini əhali qarışıq alt-üst etdi. Cəza formalarından bəhs etməyin lüzumundan çox Amazapsın dediyi sözlər bizim gen yaddaşımıza işləməlidir. O deyirdi: "Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən siz türklərdən erməni qisas almağa gəlmişəm, hökumət qurmağa yox. Xəzər dənizinin sahillərindən Şahdağa qədər olan ərazidə yaşayan müsəlmanları mən məhv eləməliyəm." Onlar bolşevizm bayrağı altında müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verirdi. Nəinki kişilərə, qadınlara, qocalara, hətta uşaqlara belə rəhm eləmir, əksinə daha qəddarlıq göstərirdilər. Şaumyan isə Leninə 1918-ci ilin 13 aprelində verdiyi məlumatında yazırdı:
3 gün ərzində 30-31 mart, 1 apreldə Bakıda iki tərəfin bizim Qızıl Ordu ilə bərabər vuruşan erməni milli dəstələri ilə müsəlmanlardan ibarət vəhşi diviziya arasında qanlı döyüşlər getdi. Bizə aviasiya məktəbinin qüvvələri də kömək edirdi. Bu döyüşdə biz parlaq bir qələbə əldə elədik. Düşmən darmadağın edildi. Hər iki tərəfdən ölənlər var, 3000 nəfər sayında. Əgər onlar qalib gəlsəydi, qeyri-müsəlmanların taleyi haqqında danışmamaq da olardı. Bunlar Quldur Şamiyanın lazım